Deməli, bir daha axşamınız xeyir müəllimələr. Biz sizinlə bugün bizə edilən çoxlu suallar, çoxlu müraciətlərin əsasında riyaziyyat, məntiqi, riyazi təfəkkürün inkişafı məşğələsinin keçirilmə metodikasına aid, yəni ona həsr etmişik bugünkü sual cavabımızı. Yəqin ki, müəyyən qədər təkrarlamışsınız mövzuları. Bu məşğələ çox maraqlı məşğələdir. Bu məşğələnin metodikası çətin deyil. Deyirlər ki, çətindir. Xeyr, çətin deyil. Sadəcə olaraq xırdalığı çoxdur. Yəni bir məşğələdə ən azı 5 anlayış üzrə, hal-hazırda da 6-dır, yəni məntiqi təfəkkürdə əlavə olunub. Yəni 6 anlayış üzrə və 5 qrup üzrə aparılan işlərdir. Bax, buna görə xırdalıqlar çoxdur ki, hansı yaşda nə edilməlidir, hansı yaşda hansı olar, hansı olmaz. Bax, bunları bilməkdir və sözsüz ki, aparılan işlər, məsələn, ölçü, kəmiyyət, anlayış üzrə necə, hansı işlər aparılır, sonra say fəaliyyətidir, hesablama fəaliyyətidir və digərləri. İndi könüllü olaraq kimdən başlayaq? Buyurun, əlinizi qaldırın. Kim istəyir, ondan da başlayaq biz. Tək-tək aparılacaq sual-cavab müəllimələr, digər müəllimələr bağlayacaq mikrofonu, yəni ötən dəfə biraz qarışıqlıq oldu, olmaz elə. Buyurun müəllimələr, mən başdan Nuray müəllimə görürəm. Nuray müəllimə, açın mikrofonu. Yəni hər biri isə 4-5 sual veriləcək ki, hamıya növbə çatsın. Kökünə izah verərsiniz. Müəllimələr, yəni bu günlər biz sual-cavab aparacağıq sizinlə. Buyurun, kim istəyir açsın, biz də sual-cavabımızı aparaq. Nuray müəllimə istəmədim. Olar, əlbəttə dinləyici kimi də qatılmaq olar. Gülnarə müəllimə görürəm. Musiqi yazılıb görürəm. Müəllimələr, kim istəyir açsın? Yadınızda saxlayın ki, nə qədər sual-cavabda iştirak eləsəz, siz o dərsi, o mövzunu daha yaxşı qavrayacaqsınız. Çünki suallar yalnız açar sözlərlə verilmir. Açar sözlərə bəzən təlimçilər oturur, o düzgün deyil. Situativ verilir, siz onu diaqnostika imtahanında da gördünüz. Situativ verilir, eləcə də riyaziyyat məşğələsidir. Buyurun müəllimələr. Açın, Ülkər müəllimə görürəm, Aysel müəllimə görürəm, Müşabə müəllimə, Lamiyə müəllimə. Buyurun, kim istəyir açsın müəllimələr. Əlinizi qaldırın, bir sual cavab edək. Aha, kimsə gördüm. Aha, buyurun, German Fadlan yazılıb. Buyurun müəllimə, açın. Çox gözəl. Açın mikrofonu. Salam müəllimə, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Adınızı bilmək olar? Aynurə. Aha, lap yaxşı. Aynurə müəllimə. Riyaziyyat məşğələsi. Müəllimə bu, yoxsa? Yox, elə tək-tək aparıcıyıq. Ümumi aparanda müəllimə çox qarışıqlıq düşür. Tək-tək aparıcıyıq. Qoşuluram, ona görə deyirəm, yəni ilk dəfədə qoşuluram, ona görə deyirəm. Olsun, narahat olmayın müəllimələr. Aha, müəllimə. Riyaziyyat məşğələsində biz hansı anlayışları öyrədirik uşaqlara? Riyaziyyat məşğələsində deməli rəqəmləri öyrədirik, ədədləri öyrədirik, məsəl üçün çoxluqlar anlayışı öyrədirik uşaqlara, say fəaliyyəti, hesablama fəaliyyəti, məsələ həlli, belə. Aha, gəlin indi onları biraz ümumiləşdirək də. Bax, sizin dediyiniz say fəaliyyəti, məsələ həlli. Bunlar miqdar və say anlayışına aiddir. Miqdar və say anlayışı. Deməli, birinci anlayışımız miqdar və say anlayışı. Sonra həndəsə fiquru öyrədirik. Ölçü anlayışı. Həndəsə fiquru öyrədirik. Öyrədirik. Yalnız tək-tək müəllimələr bağlayın. Aha, həndəsi fiqur, yəni forma anlayışı. Düzdür müəllimə? Bəli. Aha. Sonra siz uzunluq, en,
hündürlük, bunları qalınlıq, naziklik öyrədirsiniz. Bəli, bəli, uzundur, qısadır, böyükdür, kiçikdir, yoxdur. Bunların hər birisi bəli. Yox, azdır, çoxduru qatmayın. Azdır, çoxduru qatmayın. Azdır, çoxdur. Onlar miqdar sayı aiddir. Bax, bu uzun, qısa, enli, ensiz, hündür, alçaq. Bunlar ölçü anlayışlardır, müəllimələr. Bunlara həm də kəmiyyət də deyirlər. Kəmiyyət və yaxud da ölçü anlayışı. Yaxşı, zaman, saat öyrədirsiniz. Günün hissələri, həftənin günləri, zamanı duyma hissi. Bunları öyrədirik. Bəli, öyrədirik. Saatdır, zamandır. Yəni, bəli. Bunlar artıq axşamdır. Bunlar hansı anlayışında? Ümumi zaman anlayışı. Zaman anlayışı. Bir də arxada, irəlidə, sağda, solda, yuxarıda, aşağıda bu kimi yəni mövzularda keçirikmi riyaziyyat məşğələsində? Yəni fəza anlayışıdır bunlar da, fəza anlayışı. Ay, sağ olun. Bunlar nədir? Fəza anlayışı, yəni məkana bələdləşmək. Deməli, bax, bunlar hamısı müəllimə, riyaziyyat məşğələsində öyrədilən anlayışlardır. Miqdar və say, sonra formalar, yəni həndəsi fiqurlar, sonra zaman anlayışı, məkana bələdləşmə, zamana bələdləşmə və hal-hazırda da məntiqi təfəkkür üzrə anlayışlar. Məntiqi təfəkkür üzrə anlayışlara hansılara aiddir müəllimə? Nə öyrədirsiniz? Bax, aha. Məntiqi təfəkkür, yəni təfəkkürün növləri deyirsiniz də, yəni əməlidir, sözlüdür, bəli, bax, riyaziyyat məşğələsində biz indi məntiqi təfəkkür öyrədirik də. Yəni, siz uşaqların qarşısına həndəsi fiqurlar düzürsünüz və bir neçə dənə də bir çoxlu belə əşyalar şəkilləri tökürsünüz stolun üstünə. Orada uşaqlara tapşırıq verirsiniz ki, həndəsi formada olan əşyaları həndəsi formanın ətrafına yığın, dairədə olanlar, dairə formasında olanlar dairənin ətrafına yığın. Bax, bu məntiqi təfəkkür üzrə, yəni biliklərin verilməsidir riyaziyyat məşğələsində. Və bunun məntiqi təfəkkür deyəndə bura analizdir, sintezdir, təsnifatdır, bəli, nə artıqdır, bunlar aiddir. Yaxşı, müəllimə, miqdar anlayışının, yəni miqdar təsəvvürlərinin öyrədilməsi neçə mərhələdə aparılır? Miqdar anlayışı öyrədirsiniz də uşağa. Yəni, miqdar anlayışı deyəndə biz nə başa düşürük? Ədədlərin öyrədilməsi. Ədədlərin öyrənilməsi, əməllərin öyrədilməsi. Əməllərin öyrədilməsi çoxdur, azdır, yəni çoxluqlarla tanışlıq, onları qruplaşdırmaq. Hesabi metoddur, nə bileyim. Aha. Oldu. İkinci mərhələsi nədir? Birinci mərhələ ədəddən əvvəlki dövrdür, düzdür, müəllimə. Aha. İkinci mərhələmiz nədir? Mənim səsim gəlmir. Gəlir müəllimə. Aha, ikinci mərhələ artıq say fəaliyyətidir, düzdür? Say fəaliyyəti. Aha, yəni biz uşaqlara çoxluq anlayışını öyrətdik, azdır, çoxdur, bilirlər. Əsasən biz bunu hansı qrupda öyrədirik? Çoxluq anlayışını, deyə bilərsiniz. Çoxluq anlayışı böyük qrupla öyrədilir də müəllimə, əsasən böyük qruplarda öyrədilir. Hə, çoxluq anlayışını, çoxluq yəni az, çox, bir, çox. Biz körpələr balaca kiçik qrupu, o kiçik qrupdadır. Bəli, o məsəl üçün deyirik böyük ayı, məsəl üçün balaca ayı, yəni bu formada öyrədirik birinci kiçik qruplara. Hə, böyük ayı, balaca ayı qatışdırdınız siz. Böyük ayı, balaca ayı bu kəmiyyətdir, ölçüdür. Qatışdırmayın. Yəni biz ayırırıq çoxlu
və az əşyalara ayırırıq. Hansılar azdır? Dovşanlar azdır, yoxsa dələlər çoxdur? Yəni stolun üstünə hərəsindən birindən 2 dənə, birindən 3 dənə qoyuruq. Bax belə soruşuruq. Yaxşı, müəlliməm, deyə bilərsinizmi? Bəs uşaqların əşyaları qruplaşdırma bacarığı hansı mərhələlərdə baş verir? Biz deyirik, əşyalar qruplaşdırırlar. Bəli. 4 mərhələdir o. Birini müəllimə deyərdiniz yadıma. Yəni bu əşyaların tapılması, seçilməsi və adlandırılması. Bəli. Aha. Oxusaq bu isə çox müəllimə nəsə gəlizdir də. Dəfələrlə öyrənməyimizə rəğmən, yəni necə çətin yadda qalır bu ifadə yazmışlar, metodikası. Bilirəm, elə ona görə biz bunu verdik bu dəfə. Yəni çox adam istədi ona görə. Yaxşı müəllimə, onda üzərinə qoyma, yanaşı qoyma hansı üsula aiddir? Analiz, sintez, təsnifat yoxsa müqayisə? Üzərinə qoyma, analiz, sintez, birdən təsnif etməyə aiddir, hə müəllim? Bir də müqayisə 4 dənə dedim. Hansına aiddir? Üzərinə qoyma, yanaşı qoyma, hansı üsula? Müqayisəyə aiddir. Düzdür, müqayisəyə aiddir. Yaxşı, müəllimələr yazmayın. Qoyun, sual-cavab elədiyin müəllimə özü fikirləşib tapsın. Yazmayın. Yaxşı, nə qədər sualına cavab verərək yekun ədədin tapılması bu hesablama fəaliyyətinə aiddir, say fəaliyyətinə aiddir, yoxsa məsələ həllinə aiddir? Yazmırıq müəllimələr. Yazmırıq. Hesablamadım müəllimə. Bir də sualı bir də təkrar edərdiniz. Təkrarlayıram. Nə qədər sualına cavab verərək yekun ədədin tapılması. Hesablama fəaliyyətinə say fəaliyyətinə. Bəli. Say fəaliyyəti deyə bilərsiniz, neçə mərhələdə aparılır? Say fəaliyyəti, yəni 2 mərhələdə aparılır da. Birinci müəllimə, yəni ki, özü sayır, yəni uşaqlar da təkrar edirlər. Artıq ikinci mərhələdə uşaqlar artıq sərbəst sayırlar. Aha, düzdür. Bəs ölçü anlayışı ilə tanışlıq neçə mərhələyə ayrılır? Biz indi ölçü anlayışını öyrədirik də uşaqlara. Bax, onu necə başlayırıq? O tanışlıq necə başlayır? Orada da 5 mərhələ var. Yəni, əvvəlcə uşaqlara əşyalar görsədilir də, yəni çoxluq vasitəsilə öyrədilir. Aha, yəni bura aiddir. Aha, bir dəqiqə, sual yazmışdılar. Aha, yaxşı müəllimə, bağlayın siz. Daha kim istəyir iştirak eləmək? Buyurun müəllimələr. Qaldırın əllərinizi, görün mən müraciət edim sizə. Müəllimələr. Xalda müəllimə görürəm, Xədicə müəllimə. Aha, Lalə müəllimə. Buyurun Lalə Əliyeva. Buyurun, açın mikrofonu. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir Lalə müəllimə. Lalə müəllimə, ölçü anlayışı ilə tanışlıq neçə mərhələyə ayrılır? 5 mərhələdir. Yəni ölçülür də, biz bunu ölçmək üçün əvvəlcə nəyə ayırmalıyıq? Ölçünün müəyyən parametrini, düzdür? Yəni endirmi, uzunluqdurmu, əşyaların verilmiş müqayisə edilməklə. Bəli, müqayisə, əşyaların verilmiş parametri üzrə müqayisə edilməsi. Aha, sonra Lalə müəllimə. Müqayisə edilən əşyanın müxtəlif parametrlərinin nisbi ölçülərin eyni zamanda təyin edilməsi. Ölçülər artırma və azalmasına görə sırayla. Arzu müəllimə bağlayın. Lalə müəllimədən sonra sizlə aparacağım.
Aha. Lalə müəllimə, əşyaların ölçüsünə görə artma və azalma sırası ilə düzülmə. Düzdür. Və sonuncu Bəli. 5-ci mərhələ nədir? Ölçü vasitəsini istifadə etməklə əşyaların ölçülən vasitəli müqayisə edilməsi. Aha. Yaxşı. Deyə bilərsinizmi, müxtəlif ölçülü əşyalara uşaqların diqqətini cəlb etmək. Yəni bu nədir də? Məsələn, deyirik ki, bayaq müəllimə dedi ki, böyük ayı, balaca ayı və yaxud da böyük gəlinci, balaca gəlinci. Bu hansı qrupdan başlayır? Böyük kiçik anlayışı. Ha, yəni bu uşaqların diqqətini biz cəlb edirik. Öyrədirik onlara. Böyük gəlinci, balaca gəlinci. 2-3 yaş deyil müəllimə? 1-2 yaşda. Hə, 1-2 yaşda var. Aha, biz hələ onların diqqətini cəlb edirik. Hə, bir Hələ çox anlayışı, biz- anlayışı, hə, böyük kiçik, bir çox anlayışı 1-2 yaş. Aha. Bəs fərqli, bərabər ölçüdə olan əşyaları müqayisə etmək hansı qrupdadır artıq? Yəni artıq müqayisə etməyi öyrədirik. Müqayisə. Yəni o parametrinə görə əşyalar bir-birinə müqayisə edilir bu qrupda. 2-3 Düzdür. 2-3 yaş. 1-2 yaşda uşağın diqqətini cəlb edirik ölçüyə. 2-3 yaşda isə artıq müqayisə etməyi öyrədirik. Yəni Hədə bir-birinə. artıq böyük kiçik anlayışı, dairəvi əşyalar adlandırılması. Ona getməyə o forma anlayışıdır, hələ getməyək ona. Aha, yaxşı. Uzunluğu göstərərkən biz onu necə öyrədirik? Uşaq əllərini necə eləməlidir? Barmaqlarla elə müəllimə. Aha, onun qaydası var. Ölçmək. Uzunluğu göstərərkən əli əşya üzəri ilə soldan sağa aparmalıdır. Hə, barmaq. Aha, sonra eni göstərərkən əlini necə hərəkət etdirməlidir? Eni göstərərkən. Sağdan sola. Eni göstərərkən əl əşyanın üzərində köndələn gəzdirilir. Aha. Bəs hündürlüyü göstərərkən bir gözünüzün qabağına gətirin, hündürlüyü göstərirsiniz uşağa. Necə edərsiniz? Yuxarıdan Yuxarı. aşağı və yaxud da Yuxarıdan. aşağıdan yuxarı. Hə, yuxarıdan aşağı, aşağıdan yuxarı. Aha. Bəs qalınlığı göstərərkən onda necə edərsiniz? Artıq qalınlıq göstərirsiniz. Əlimizlə. Aha, açılmış, Əlimiz. açılmış barmaqlardan istifadə edilir. Bəli. Barmağımızı açaraq istifadə edirik. İndi müəllimə deyə bilərsinizmi? Bax bu gözə yarı ölçməyə aiddir yoxsa ümum qəbul edilmiş ölçməyə aiddir? Bütün bu aparılan işlər. Ümumi. Ümum qəbul edilmiş? Bəli. Yox, bu gözə yarı ölçmədir. Gözə yarı. Yəni ümum qəbul edilmiş deyəndə bilin, burada hər hansısa bir xətt keçdən, 1 santimetrdən biz istifadə ediriksə, bu ümum qəbul edilmiş ölçüdür. Hə, o dəqiq ölçür da, onu ofisin. Hə, gözə yarı və gözə yarı ölçülür. Aysa. Hansı qrupda ölçüsünə görə az fərqli olan 3-5 əşyanı müqayisə etmək öyrədilir. Orta qrupda. Orta qrupda, düzdür. Yaxşı, bəs hansı, düzdür, verilmiş kəmiyyətin ölçü vahidi adlanan, verilmiş kəmiyyətlə eyni cinsdən olan müəyyən kəmiyyətlə müqayisəsi dedikdə biz hansı fəaliyyəti nəzərdə tuturuq? Ölçmə fəaliyyəti. Düzdür, ölçmə fəaliyyəti. Yaxşı. Ölçü vasitəsi kimi istifadə edilən əşya özünə məxsus bir ölçü alətidir. Bu hansı ölçüdə o özünə məxsus ölçü alətindən istifadə edirik? Hansı ölçülər? Yox, özünə məxsus ölçü aləti. Deyirik ki, məsələn, evimizə bir xalça almaq istəyirik, addımlayırıq.
1, 2, Bəli, 3, 4, addım. 5. 5 addım uzunluğunda olacaq xalçanın uzunluğu. Enidəki Bəli. tutalım ki 3 addım uzunluğunda. Bax bu hansı ölçüdür? Metr. Şərti Nə dediniz Lalə müəllimə? Metr. Onlar. Bax, yəni mən addım dedim. Mən addımla şərti ölçürük də. Arzu müəllimə, bağlayın da zəhmət olmasa. Aha, Lalə müəllimə, bax addımdan biz istifadə edirik. Yox, gözəyarı deyil müəllimələr. Gözəyarı da deyil, yazmayın. Bax, gözəyarı bilirsiniz hansıdır müəllimələr? Böyük kiçik. Baxanda deyirəm ki, ha bu böyük topdur, bu balaca topdur. Bu gözəyarıdır. Amma burada gözəyarlıqdan söhbət getmir. Addımla ölçürük. Aha, bu hansı ölçüdür? Yəni bax, yox, qarış belə bir ölçü yoxdur. Bax, burada elə bir deyirik ki, özünə məxsus ölçü aləti. Burada özünə məxsus ölçü aləti bizim elə bilin ki, ayaqlarımızdır. Addım. Addım dedik biz buna. Və yaxud da hər hansısa bir ip götürürük, ip. Ölçürük bir nəyinsə, stolumuzun üstünü. Deyirik ki, bax, süfrənin uzunluğu bu 4 dənə bu ip uzunluğunda olmalıdır. Bax, burada ip. Bir özünə məxsus ölçü aləti hesab olunur. Yəni, o ümum qəbul edilmiş ölçü aləti deyil. Ümum qəbul edilmiş ölçü aləti nədir? Xəttkeş, santimetr. Aha, bax, bu müəllimə şərti ölçüdür. Şərti. Buna deyilir şərti ölçü. Şərti ölçünün hansı növlərini bizə öyrədirik uşaqlara? Şərti ölçünün. Ən əziyyət çəkdiyim mövzudur müəllimə. Niyə ki? Əksinə biz bundan çox istifadə edirik şərti ölçünü. Bax, birim mən dedim məsələn. O nə idi? O xətti ölçmədir. Addımlar, iplər, kağız ola bilər, hər hansısa bir lent ola bilər. Əlimizdə yoxdur da, santimetr yoxdur. Bizim düşdüyümüz o situasiyada bizə bir uzunluq ölçmək lazımdır. Bir lent var, nə var? Ondan istifadə edirik. 4 dənə, 5 dənə bir-birinə calayaraq istifadə edirik və deyirik ki, 4 dənə bax, bu lent uzunluğunda pərdə alaq. Bu xətti ölçmədir. Yəni, müəyyən lentlə, zolaqla, əllərlə, qollarla fərqi yoxdur. Bəs ikinci hansıdır? İkinci növ. Müəllimə, evdə tortdan, piroqdan nəsə pişirirsiniz? Bəli. Ay, sağ olun. Siz o torta neçə stakan un vurursunuz? Təqribən belə deyil. 2 stakan un vurursunuz. Düzdür? 2 stakan da pesok vurursunuz. Stakan belə bir ümum qəbul edilmiş ölçü yoxdur. Ölçü aləti yoxdur. Bax, bu nədir? Bu ikinci növ şərti ölçmədir. Dənəvər maddələrin həcmini ölçmək üçün istifadə edilən şərti ölçüdür. Siz burada stakan da götürə bilirsiniz, qaşıq da götürə bilirsiniz. Yəni, əlinizin altında nə var, istifadə edirsiniz. 2 stakan, 2 fincan, 2 qaşıq fərqi yoxdur. Yəni, bu adlanır dənəvər maddələrin həcmini ölçmək. Düyüdür, nə bilim, lobyadır, noxuddur, undur, pesokdur, bunlar üçün. Bəs üçüncü növ hansıdır? Siz o torta krem pişirirsiniz. Bəli. O kremə süt tökürsünüz. Bəli, bəli. O sütü nə ilə ölçürsünüz? Stəkan. Ay, sağ olun. Deməli, üçüncü növdə mayələrin ölçülməsi üçün istifadə edilən şərti ölçülərdir. Yenə də burada banka da ola bilər, burada qrafinka da ola bilər, burada stəkan da ola bilər, fincan da ola bilər, fərqi yoxdur. Mayələrin ölçülməsi üçün istifadə edilən şərti ölçülər. Deməli, şərti ölçülərin hansılar oldu müəllimə? Xətti, dənəvər maddələr, bir də mayələrin ölçülməsi. Mayələrin ölçülməsi. Ay, sağ olun. Yaxşı, müəllimə, bağlayın siz. Bağlayın siz. Arzu müəllimə, açın. Arzu müəllimə, bax, biz artıq bildik şərti ölçməni. İndi şərti ölçməni aparmaq üçün bunun qaydaları var da ki, səhvə yol verməyə, xətalar baş verməsi. Ona görə xətti ölçmə zamanı nəyə diqqət veririk?
Məsələn, Əvvəldən başlamalıyıq. ölçməli. Məsələn, əvvəldən başlamalıyıq. Mhm. Sonra ölçü bitdikdən sonra karandaşla onu qeyd eləməliyik. Düzdür. Sonra ölçəndə elə bir soldan sağa başlamalıyıq. Eyni hündürlüyü. Ölçəndə isə aşağıdan yuxarı aparmalıyıq. Düzdür. Sonra Bunu ölçü qutarandan sonra da qeyd edilir. aha. Ölçünün yerini dəyişən zamanda sonuncu qeyd edilən yer dəqiq qoyulur. Bir də ölçünün yerini dəyişən zaman onları saymalıyıq mütləq. Deməliyik ki, budur. Aha. Bir də ölçü bitəndən sonra nə etməliyik? Nə ilə ölçmüşük? Nəticəsi deməliyik. Bəli, nə ilə ölçmüşük və nəticə nədir? Yəni mən bu evin uzunluğunu addımlarımla ölçdüm. 5 addım uzunluğu. Bax budur. Düzdür. Bəs mən maye və dənəvər maddələrin ölçülməsində hansı tələbləri yerinə yetirməliyik? Yəni hansı tələbə uyğun iş aparırıq? Ölçünü tam doldurmalıyıq. Düzdür. Sayla uyğunlaşdırmalıyıq. Sayla uyğunlaşdırmalıyıq. Sonra İstəyirsə deməliyik. nəticəni deməliyik. Düzdür. Yəni ölçünün tam dolması stakan tam dolmalıdır pesokla. Yarımçıq olsa səhv olar. Ölçmə sayla uyğunlaşmalıdır. 1, 2, 3 stakan pesok. Və nəticəni də deməliyik ki, 3 stakan pesok. Düzdür. Aha, yaxşı. Arzu müəllimə, bəs məsələnin hansı növləri var? Sujetli rollu, illüstrativ, bir də şifahi. Şifahi, düzdür. Yəni sujetli rolu müəllimlər çaşar, yəni səhnəcik tipli məsələlər. Aha, yaxşı. Hansı qrupda müqayisə üçün nümunə ölçü kimi qəbul edilir? Hansı qrupda? Böyük qrupda. Orta qrupda. Orta qrupda. Hə, olur. Yaxşı. Deyə bilərsinizmi mənə miqdar münasibətlərinin öyrədilməsi hansı mərhələlərdə aparır? Miqdar münasibətləri Aha. Levşina mərhələləri bizdə. say fəaliyyəti, ədəddən əvvəlki dövr. Aha, gəlin yerlərini qarışdırmayaq. Ədəddən əvvəlki dövr. Ədəddən əvvəlki dövr, say fəaliyyəti, hesablama fəaliyyəti. Düzdür. Çox yaxşı. Yaxşı, deyə bilərsinizmi, həndəsi fiqurları biz öyrədərkən onları necə qruplaşdırırıq? Həndəsi fiqurları qruplaşdırırıq rənginə görə. Xarici əlamətinə görə, sonra qruplaşdırırıq. Bax, hansı həndəsi fiqurları biz öyrədirik? Hansı növlərini? Müstəvi də bu hissələrin həcminə görə. Müstəvi. Onun qarşılığı hansıdır? Həcmli. Ayson. Bax, birinci qruplaşma budur. Müstəvi və həcmli. Düzdür. Sonra bucaqları olan olmayan. Düzdür, bucaqları olan olmayan və xarici əlamətinə görə fərqlənə. Düzdür. Yaxşı. Hansı qrupda əvvəlcə uşaqlara təcrübi fəaliyyət prosesində kürə, kub ilə tanış olurlar? Balacalar. Birinci kiçik qrupda. Düzdür. Aha, əla. Yaxşı. Biz deyirik ki, əşyaların analizi. Yəni, əşyaların formalarının araşdırılması, formanın əsas əlamət kimi təyin edilməsi üçün biz hansı üsullardan istifadə edirik? Əşyanın analizi. Əşyanın analizi. Analizi.
Aha, Toxunma. yaxşı. Aha, necə? Birinci əşyanın analizi. Aha, sonra Toxunma. bəli, Toxunma. toxunma, formanın toxunma, Əşyanı tam qavrama. əla, əşyanın tam qavranılması. Dördüncü, Forma hissələri modelini düzəltmək. əla. Tarixdə əşyanın forması hissəsini düzəltmək. Düzdür. Və görürsüz, həndəsi məktəb hazırlıq qrupunda sizə verilir ki, həndəsi fiqurlardan aidiyyatına görə istifadə edir. Biz həndəsi fiqurlara başlayırıq orta qrupda da. Bax, bu elə odur. Verilmiş forma və hissələrdən modelin düzəldilməsi. Yəni artıq o aidiyyatına görə istifadə edəcək uşaq. Və burada ən çox siz hansı oyunu verirsiniz? Tangram oyunlarından çox istifadə edirsiniz də. Yaxşı. Bəs biz deyirik fəzada səhvləşmə. Yəni buna həm də məkan anlayışı da deyirik. Bax, orada özünə səhvləşmə var. Nədir bu özünə səhvləşmə, Arzu müəllimə? Özünə səmitləşmə var, özündən səmitləşmə var, obyektlərdən səmitləşmə var. Özünə səmitləşmə, məsəl üçün, mən evin sağında dayanmışam, ya məsəl üçün, mənim əlimdə oyuncaq var, o solunda dayanıb. Aha, aha. O, deməli, özünə səhvləşmədə... Mən evin sağında dayanmışam. Aha, düzdür. Yəni, mərkəzdə özümüzü görürük. Məndən söhbət gedir. Bəs özündən səhvləşmədə necədir vəziyyət? Orada necə aparırıq ki? Orada deyirik ki, məsəl üçün, məndən solda divandır, sağda stoldur. Burada artıq mən arxa plana keçir. Cümlənin əvvəlinə həmən obyekt gəlir. Məsələn, divan məndən soldadır. Televizor isə soldadır. Aha, kompüter mənim qarşımdadır. Yəni, bu artıq özündəndir. İrəliyə gəldisə obyekt. Aha. Bəs obyektlərdən səhvləşmə nədir? Obyektlərdən səmitləşmə odur ki, məsəl üçün, artıq biz yoxuq, mən yoxuq. Biz yoxuq da, mən yoxuq, bəli. Məsəl üçün, kitabdan solda dəftərdir, sağda, məsəl üçün, karandaşdır. Bəli, artıq burada obyektlərdən söhbət gedir. Düzdür, bax, bu səhvləşmədir. Çox əla. Bəs zaman anlayışları, biz saat anlayışını hansı qrupda öyrədirik? Saatla tanışlığı. Saatla tanışlıq. Saatla tanışlıq. Məncə orta qrupdur. Saatla tanışlıq? Yox. Mən orada hərdən çaşıram, amma ona gərək biraz dəqiqləşdirim. Aha, saatla tanışlıq məktəbə hazırlıq qrupundadır. Hə, də Məktəbə hazırlıq qrupunda. Yəni biz mənbədə də sizə verilib ki, həftə, ay, il təqvimi tanış etmək olar böyük və məktəbə hazırlıq qruplarında. Yəni zaman ölçüləri ilə tanış etmək lazımdır. Lakin saatın yəni havanı bildirməsinə bunlar saat günün yəni axıcılığını bildirməsi, bax bu zaman anlayışının uşaq bilməlidir axıcı olmasını. Bunlar artıq məktəbə hazırlıq qrupundadır. Elə biz məşğələ, yəni kitablarına da baxanda görürük ki, saatla tanışlıq, hətta məktəbə hazırlığın o kitabları var, metodik tövsiyələr var, 4 hissə. Orada da görürsünüz ki, saat və 11-12 ədədi ilə tanışlıq, bu məktəbə hazırlıqdadır. 11-12 ilə də orada tanışlıq da əməliyyat deyil. Aha, yaxşı, Arzu müəllimə, çox yaxşı, əla. Bağlayın, çox yaxşı. Aha, daha kim iştirak eləmək istəyir müəllimələr? Buyurun. Buyurun, kim iştirak eləmək istəyir? Qaldırın əlinizi. Salam müəllimə, mən də istəyərdim iştirak eləmək. Aha, mən görmürəm, telefonla daxil olmuşam. Adınız necədir müəllimə? Leyla İskəndərov.
Leyla İskəndərova. Bəli, bəli. Aha, lap yaxşı Leyla müəllimə, buyurun, lap əla. Leyla müəllimə, biz riyaziyyat məşğələsində hansı anlayışlar üzrə iş aparırıq? Ümumiyyətlə, hansı anlayışları öyrədirik? Zaman anlayışı, məkan anlayışı, sonra məkan anlayışı, zaman anlayışı, bir də başqa bir dənə də var idi. Üzrlü sayın, biraz heyecanlandım, üzrlü sayın. Sonra monografik hesablama metodu var orada, bir də monografik metod var idi, qrupəyə məxsus idi, yəni ədədlərin öyrənilməsi, hesablamaların öyrənilməsi. Onlar aiddir miqdar və say Bir də məsələ. anlayışına. Yadınızda qalsın. O iki metod hesablama və monografik metod. Onlar miqdar və say anlayışına aiddir. Deməli, anlayış deyəndə siz məkanı dediniz, sonra zamanı dediniz. Zaman, miqdar, sıra sayları. Bəli. Sonra Miqdar, sıra sayları, bir də başqa da var idi, dəqiqə. Məsələlər haqqında da o da gedir də, yəni. məsələ miqdar və sayın içindədir. Məsələ miqdar sayın içindədir. Həndəsi fiqur Bir də öyrədirik. həndəsi fiqurlar. Forma anlayışı deyək. Forma anlayışıdır, həndəsi fiqurlar. Bəli. Biri qaldı. Biri qaldı. Çıxma üstəcəl, o da hesablamada gedir. O miqdar say anlayışına aiddir. Böyük, kiçik, hündür, alçaq öyrədirik. Çox az anlayışı. Yox. Qatışdırmayın. Çox az miqdar və say anlayışına aiddir. O böyük, kiçik, bəli, ölçü anlayışıdır. Ona kəmiyyət də deyirik, ölçü də deyirik. Yəni Uzun qısa ora gedir. Uzun, qısa, hündür, alçaq, enli, ensiz, qalın, ensiz, qalın, nazik, hamısı gedir orada. Onlar hamısı ona gedir, düzdür. Yaxşı, bir dənə mənə qulaq asın. Biz dedik ki, ədədlərin öyrədilməsi metodunu veririk də əvvəlcə. Bu hansı metoddur? Necə adlanır? Qurbəyə məxsus idi ədədlərin öyrənilməsi və monoqrafik olmalı idi səhvləməsə. Bəli, monografik metod. Yəni buna həm də ədədin təsviri deyilir. Yəni biz burada hansı işlər aparırıq? Ədədi çöplərlə, əşyalarla sayını, tərkib hissəsini, görünüşünü, yazılısını. Sağdan sola saymağı öyrədirik uşaqlara, həm də əşyanı göstərərək barmaqla. O say fəaliyyətinə aiddir, qarışdırma. Biz hələ monografik metodda neyinirik? Hələ ədədi öyrədirik. Bundan sonra keçirik nəyə? Artıq bunu öyrətdik. Keçirik hesablamaya. Sırayla hesablamaya. Hesablama. Bəli, bu ikinci metodumuz hesablama metodu. İki metod vardı, monografik, bir də hesablama metodu. Düzdür. Miqdar anlayışlarının öyrədilməsi neçə mərhələdə aparılır? Miqdar anlayışının öyrədilməsi neçə mərhələdə aparılır? Mərhələlərlə, bilirsiniz, mən belə uzun-uzadı danışsam biraz şey olmaz. Yox, gəlin onun konkret adını deyə. Buna Leyuşina mərhələlərdə deyilir. Leyuşina mərhələləri. Bax, biz körpələr qrupunda nə öyrədirik? Çox, az, bir, çox anlayışı. Düzdür. Bax, bu həmən onun birinci mərhələsidir. Görürsünüz, ədəd yoxdur, saymaq yoxdur. Onda bunun necə adlanar sizcə? Ədəddən əvvəlki dövr. Bildim nə edirsiniz siz. Ədəddən əvvəlki dövr. Düzdür, elə bir mövzu var idi. Ədəddən əvvəlki dövr idi. Sonra artıq çoxu, azı, əşyalar qrupunu birləşdirməyi bildi uşaq. Düzdür. Hətta uşaqlar birinci çox anlayışını birinci öyrənirlər, sonra az anlayışını. Elə bir şey də var idi, müəllimə. Fərqi yoxdur. Çox az anlayışını öyrədirik uşaqlara. Sonra 2-3 yaşlarda bir çox anlayışını öyrədirik və keçirik sonra nəyə? 3 anlayışına. Say fəaliyyətinə. İkinci mərhələ say fəaliyyətidir.
Aha, Artıq saymanı öyrədirik. Düzdür? Saymanı da biləndən sonra nəyi öyrədirik? Rəqəmlərə keçib Misallar. misallara. Misallara. Buna da necə adlandırırıq? Hesablama fəaliyyəti. Hesablama fəaliyyəti adlandırırıq. Aha, deməli bunlar 3 mərhələdir. Bunlar oldu necə? Ədəddən əvvəlki dövr. Ədəddən əvvəlki dövr, bir Say fəaliyyəti. say fəaliyyəti, Hesablama fəaliyyəti. hesablama fəaliyyəti. Deməli, say Bəli. fəaliyyəti hesab. Hə, bu bilməyim yaxşı oldu. Mən kitabda göyə rastıma çıxmışdı, yadımdan çıxmışdı. Aha, bax bunlar. İndi mən sizə bir dənə misal deyəcəm. Siz mənə tapacaqsınız ki, bu bunlardan hansına aiddir? Tərbiyəçi müxtəlif oyuncaq meyvələri növlərinə görə ayırır və səbətlərə yerləşdirir. Sonra uşaqlara sual verir. Ay uşaqlar, gəlin görək, hansı meyvədən daha çoxdur? Alma, Ədəddən əvvəlki dövr gedir. aysa. Az anlayışı çünki burada öyrənir uşaq. Düzdür, bu ədəddən əvvəlki mərhələdir. Bax, bunu uşaq bilməzsə, saya bilməz sonra. Aha. Düzdür. Yaxşı. Deyə bilərsənmi? Bax, bir dənə də sizə. Ümumiyyətlə, nə qədər sualına cavab verərək yekun ədədin tapılması. Bax, bu 3 mərhələ ki biz deyirik, ədəddən əvvəlki dövr, say fəaliyyəti, hesablama fəaliyyəti hansına aiddir? Say fəaliyyətinə, aid gedir. Çünki burada ümumi uşaq dairəvi göstərir əli ilə ki, yəni bu qədər. Məsələn, 3 dənə sayıbsa 3 ədəddir. Burada say fəaliyyəti. Bu elə nədir? Say fəaliyyətinin məqsədidir. Say fəaliyyətinin öyrənilməsi prosesi neçə mərhələyə ayrılır? Say fəaliyyətinin öyrənilməsi, məsələn, əşyaları barmaqla göstərərək onu deyirsiniz müəllimə, yoxsa? Haba 2 mərhələdir. Uşaqlara siz say fəaliyyətini öyrədirsiniz. Birinci mərhələdə nədən başlayırsınız? Nə öyrədirsiniz? Orta qrupda, məsəl üçün, 1-dən 3-ə qədər rəqəmləri öyrədirik. Məsəl üçün, bir əşyanı göstəririk. Uşaq deyir, məsəl üçün, bir tərəfdə də çox əşya qoyuruq. Deyirik ki, burada uşaq baxır, birinci bir rəqəmini öyrənmək üçün o tərəfə baxır, deyir, burada çoxdur, burada isə 1 dənədir. Yəni, bir rəqəmini, məsəl üçün, bir top, nə bilim, belə deyə bilməzlər uşaq. Sadəcə olaraq bir ədəddir, topdan bir ədəddir, belə. Yəni, mən bilirəm, diqqətlə qulaq asın. Bax, siz lövhəyə 4 dənə top düzmüsünüz da, 4 dənə nümayiş etdirici top şəkli düzmüsünüz. Bax, burada uşağa saydırırsınız və deyirsiniz, bir də əsaslı uşaq şəkli qoyarım, məsəl üçün. Nə qədər top var? Çalışırsınız ki, o sizin sualınıza cavab versin. O başa düşsün ki, uşaqlara bəzən saydırırsınız, o sonu deyənmir. Yekun ədədi deyənmir. Sayır, üzünüzə baxır. Deməli, siz birinci nədən başlayırsınız? Uşaq sualı başa düşüb sizə cavab verməyi bacarsın. Birinci sayı öyrənilməsinin birinci mərhələsi budur. Nə qədər deyəndə o sizə 4 top var burada. Bunu başa düşür, öyrənir. Sonralar, bir 4-5 məşğələdən sonra isə artıq siz ona kömək eləmirsiniz. Uşaq özü sayır, özü də o say vasitəsi mənimsəyərək cavab verir. Rahatlıqla 1, 2, 3, 4 top var. Bax, bu 2 mərhələdir. Birincisində uşaq sayın nəticəsini anlayıb nə qədər sualına cavab verir. İkinci mərhələdə isə uşaq özü sayır, özü artıq mənimsəyir. Yaxşı, deyə bilərsinizmi mənə? Neçə dənə, nə qədər və neçənci sualları hansı miqdar qiymətinə aiddir? Sıra saylar var, bir də miqdar sıra saylarında neçənci gedir, yəni birinci, ikinci, üçüncü, nə qədər də say fəaliyyətində gedir də, yəni miqdar. Düzdür. Müəllimə, indi bəs bunların hansında sayın nəticəsi sayın istiqamətindən asılı deyil, hansında isə nəticə sayın istiqamətindən asılıdır? Maraqlı sualdır, deməli, heç bu sual verən olmamışdı. Deməli,
istiqamətdən asılı sıra sayları deyərdim də. Orada birinci, ikinci, üçüncü istiqamətdən asılıdır da. Yəni baxın bu birinci uşaqdır, bu da üçüncü uşaqdır məsələn. Burada sıra sayları gedir. Amma miqdar sayında Asılı deyil. asılı deyil yəni. Aha. Düzdür, biz saymada öyrədirik ki, uşağa soldan başlayırsan, sağ əllə sayırsan. Turpun nağılında məsələn sıra sayı gedir. Baba neçənci durmuşdu və yaxud da nəvə neçənci durmuşdu, belə bir şey. Yəni burada sıra saydı. Yəni sıra sayında isə mütləq şəkildə soldan sağa saymalısan. bəli, Mütləq şəkildə. Çünki onda fərq ola bilər. Bu tərəfdən sayanda nəvə 3-dürsə, o tərəfdən sayanda nəvə 4 olur. 4 ola bilər. Aha, burada sayın istiqamətindən asılıdır. Amma burada yəni neçə nəfər, neçə heyvan iştirak elədi. Saysa da onun istiqamətindən asılı deyil. Düzdür, biz saymada deyirik ki, soldan sağa, amma nəticə kimi asılı deyil. Yaxşı, biz hansı analizatorlardan istifadə edərək say fəaliyyətini apara bilirik? Görmədir, toxunmadır, eşitmədir. Görmə, toxunma, eşitmə, Görmə, eşitmə, toxunma, düzdür. Məncə başqa yoxdur, elə onlar. Yoxdur. Taktil bunlardan hansına aiddir? Taktil. Nə hansı? Taktil. Bu analizatorlardan sayma deyir. Yəni hansına aiddir? Hansıdır? Toxunma. Müəllimələr yazmayın, müəllimələr cavab verməyin, yazmayın, qoyun müəllimələr özləri fikirləşsinlər. Düzə ekrana baxmıram müəllimə, çünki mənə özümə də xeyirdir. Yəni burada bilməmək düşünürəm ki, eyib deyil. Yəni öyrənmək. Siz bura öyrənməyə qoşulmusunuz. Əlbəttə müəllimə. Aha, taktil hansına aid oldu? Toxunmaya. Toxunma, aha, tamam. Onu bilmirdim. Taktil toxunma biz buna deyirik, bax, kartdanın üzərinə düymələr yapışdırırsınız, uşaq üzünü çevirir və yaxud da gözünü bağlayırsınız, əlini toxunduraraq sayır. Bəs o üzərinə qoyma, yanaşı qoyma deyilən anlayışlar var. Üzərinə qoyma, yanaşı qoyma, müəllimə, o çoxluqlar anlayışında müqayisə üsuludur. Müqayisə üsulu. Məsələn, biz deyirik ki, axı bu uşaq hələ sayma bilmir, yəni toplayıb çıxa bilmir, amma biz deyirik ki, çoxdur, azdır, başa düşsün. Bəs biz bunu ona necə başa salırıq? Məsələn, lövhəyə biz düzürük, 4 dənə dovşan, 3 dənə də kök düzürük. İndi biz uşağa deyirik ki, bunun hansı çoxdur, hansı azdır. Və burada nə edir uşaq? Ya üzərinə qoyma, ya yanaşı qoymadan istifadə edir. Yəni kökü götürür, hər bir dovşanın üzərinə bir kök qoyur və sonda dovşan biri artıq qalır. Və burada uşaq başa düşür ki, dovşan kökdən bir azdır. Yəni dovşan daha çoxdur, kök daha azdır. Və biz bunu necə bərabərləşdirə bilərik? Dovşandan bir götürə bilərik və yaxud da kökün üstünə bir əlavə edə bilərik. Yəni sonraki mərhələlərdə artıq bunu da öyrədirik. Bax budur, üzərinə qoyma, yanaşı qoyma, çoxluqlar anlayışında budur. Bəzən deyirlər ki, bəs uşaq necə başa düşür? Çoxdur, azdır, o necə başa düşsün? Yanaşı qoyma, üzərinə qoyma üsulu ilə. Yaxşı müəllimə, yaxşıdır. Çox sağ olun, Allah razı olsun sizdən. Siz də sağ olun müəllimələr, siz də sağ olun. Aha, buyurun, könüllü olaraq. Kim istəyir? Açın, mən hamını görə bilmirəm. Buyurun, ola bilər əl qaldırarsınız. K hərfi yazılan müəllimə əl qaldırmısınız. Yəni profildə bir dənə K-dır. Buyurun, açın mikrofonu. Müəllimə K hərfi yazılıb, əl qaldırmısınız. Yaxşı, ola bilər bəlkə səhv salmısınız. Kim istəyir müəllimələr? Buyurun, açın. Aparaq, sizinlə sual-cavab aparaq, bilmədiyiniz məqamları biraz qısa da olsa izah edək. Müəllimə, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. İlk dəfədir qoşuluram bura, onu bilmirəm mövzu nədən gedir.
Mövzu nədən gedir? Mənim adım Nurlanə müəllimədir, Nurlanə Rızayeva və digər təlimçimizdə Leyla xanımdır, Leyla Cahangirova. Bu günləri bizim mövzumuz məntiqi riyazi təfəkkürün inkişafı məşğələsinin keçirilmə metodikasına aiddir. Yəni mövzu budur. Yox, mən keçməmişəm bilmərəm. Hə. Amma qanunlardan, məsəl üçün, baxımlardan verə bilərsə, əgər sizə mane olmasın. Yox, bugünkü dərsimiz, yəni bugünkü görüşümüz buna aiddir. Biz hər dəfə bir mövzu qoyuruq. Biz demək olar ki, artıq 6-cı günlər bizdə yəni bu bir adət halıdır. 6 günlər ödənişsiz belə sual-cavab dərsləri aparırıq. Yəni qoşula bilərsin. Biz WhatsApp qrupumuzda, Telegram qrupumuzda link atırıq. Buyurun, buyurun. Sağ olun, müəllimə, çox sağ olun. Buyurun, buyurun. Kim istəyir açsın? Buyurun müəllimələr. Kim istəyir qoşulun. Əlinizə düşən imkandan istifadə edin, müəllimələr. Sizə xeyirdir. Hə. Yaxşı. Leyla müəllimə iştirak etmək istəyən yoxdur. Yəni sual-cavabda iştirak etmək istəyən yoxdur. Buyurun, yəni sonraki dərslərimizdə hansı mövzular sizi maraqlandırır? Yazarsınız, biz də onlar əsasında gələn həftənin 6-cı şənbə günü sizinlə sual-cavab apararıq. Fəaliyyət növləri deyirsiniz, müxtəlif fəaliyyət növlərini deyirsiniz müəllimə. Müxtəlif fəaliyyət, yəni əşya manipulyativ fəaliyyət, təlim fəaliyyət, onlar deyirsiniz. Mehriban müəllimə, siz desəz hansı mövzu, mən konkret onu eləyərəm. Yəni riyaziyyat məşğələsi çox böyükdür da, o metodikası. Hansı hissə sizə, yəni kəmiyyət anlayışının mı, yoxsa miqdarın mı, hansında biraz çətinliyiniz var deyin. Mən biraz qısa izah verim. Yox, kitabım yoxdur müəllimə. Yəni mənim ona vaxtım yoxdur. Çünki mən bağça metodistiyəm. Mən belə təlimçiyəm. Aha. Yaxşı müəllimələr. Oldu. Yaxşı, gələcəyə düşünürük. O inşallah Leyla xanımla bir kitabımız olacaq. Sual cavab edirəm İlhamə xanım. Axı iştirak etmişsiniz. Açın, iştirak edin, eləyim. Açın. İlhamə xanım, açın, eləyim. Yaxşı. Oldu. Müəllimələr, gələn həftə şənbə günü görüşərik. Hələlik. Gecəviz xeyrə qalsın. Gecəniz xeyrə qalsın müəllimələr. Mən üzrlü sayın səsim batıb. İnşallah gələn şənbə üçün səsim düzələr və yeni növbəti mövzumuzla sual cavab eləyərik. Sağ olun, sağlıqla qalın.